Salam, hər vaxtınız xeyir olsun, dəyərli müştərilərimiz. Bugün Xırdalan şəhərində Bakı-Sumqayıt magistral yolunun kənarında yeni xəstəxana ilə üzbəüz əks tərəfdə təkər mərkəzinin düz yanında avtobus dayanacağı düz binanın yanından keçir. 16 mərtəbəli tam yaşayışlı qazlı kupçalı binanın 9-cu mərtəbəsində belə bir 2 otağa düzəlmə mənzil çəkib sizə təqdim edəcəm. Mənzilimizin qonaq otağıdır. Qonaq otağından balkona çıxış var. Bura balkondur. Belə bir balkonumuz var. Ev ümumilikcə istipoldur, kollektor sistemi yığılıb balkona, qazın sayğacıdır. Bura mərkəzi xətti göstərirəm. Binanın yan tərəfi təkər mərkəzidir, qarşı tərəfi də avtobus dayanacağıdır. Əks tərəfdə də yenə Sumqayıta gedən avtobuslar əks tərəfdə dayanır. 10 nömrəli məktəbdir və gördüyünüz sarı bina 10 nömrəli məktəbdir. Binanın yaxınlığında qarşı tərəfində də 8 nömrəli məktəb yerləşir. Hər iki məktəbə yaxın məsafədə yerləşir. Evimizin qonaq otağı oldu. Bir daha göstərirəm. Bura oldu evimizin qonaq otağı. Burada yerləşir evimizin mətbəxi. Burada dartma tavan olunan hissələr qalıbdır. Həftənin axırı, deməli bu dartma tavanların hamısı gətirilib bərpa olunacaq yerinə. Bura evimizin sanitar qovşağıdır. Belə bir sanitar qovşağımız var. Burada da yenə dartma tavan olacaq. Hamam tualetin aksesuarları qoyulacaq. Buna memeli sifariş olunubdur. Dartma tavan yığılandan sonra onlar da gətirib yenə yerinə yerləşdiriləcək. Burada evimizin yataq otağıdır. Evimiz 53 kvadrat metrdən ibarət bir otaqdan 2 otağa düzəldilmiş mənzildir. Tam təmirlidir. Təmirdən sonra evdə yaşayış olmayıbdır. Qazı, suyu, işığı, 2 dənə sürətli lifti var binamızın. Sənədi də kupçadır. Kupça da əldədir. İpotekaya yararlı bir mənzildir. Qiymət 75.000 manatla satışa çıxarılıb. Real alıcıya qiymətdə endirim olacaq. Bizə dəstək olmaq üçün kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Bu günlük bu qədər.